Səbr haqqında söhbətimizi Məhərrəm ayının 3-cü günündə də davam etdiririk. Səbrin ən əsas motivasiyası nədir? Yəni, insanı səbrə vadar edən ən əsas amil nədən ibarətdir? Nəyə görə insan səbirli olmalıdır? Onu səbrə nə vadar edə bilər? Əgər bir insanın Allaha bir qədər mərifəti olarsa, az da olsa, Allahın öz bəndələrini sevdiyinə az da olsa insan diqqət edərsə, Allahın bəndələrinin əziyyətinə görə, əziyyətini nə qədər istəməməsini anlayarsa, bilərsə, insan səbr eləməyə daha çox təşviq olunar. İnsanı səbrə vadar edən, insanı səbrə təşviq edən ən mühüm amil Allahın sevgisi olmalıdır, ola bilər. O zaman insan əziyyət çəkən vaxt rahat səbr eləyər. Allahın sevgisinə inanarsa. Biz axı Allahın bizi sevdiyinə inanmamışıq. Yaxşı iman gətirə bilmirik ki, Allah bizi sevir. Buna insan doğrudan da inanarsa əgər, o zaman rahat səbr eləyə bilər. İnsan bilsə ki, Allah onun səbrini görür və hesaba alır. Əvəzini də özü verəcək. Bunu bilərsə, səbr eləmək çox asan olar insan üçün. Mən sizə bir söz deyim, səbr vaxtı, səbr zamanı, insan Allahın məhəbbəti barədə imtihan olunur. Səbr nə deməkdir? Bu nəyin imtihanıdır? Nə imtihana çəkilir? Səbirli ol, yəni nəyə imtihana çəkirlər? Allahın məhəbbətini, yəni orada bilinir ki, sən nə qədər Allahın səni sevdiyinə inanmısan. Bax, bu məsələ mühüm məsələdir. Səbr eləyib eləməməyindən asılıdır ki, sən nə qədər inanmısan ki, Allah tərəfindən sevilirsən. Allah bizi səbirlə imtihana çəkir ki, görsün Allaha olan hüsn-i zənnimiz, xoş gümanımız laxlayacaq yoxsa yox. Çox mühüm məsələdir bu. Ki biz Allah haqqında xoş gümandayıq, onu rəhimli bilirik, mərhəmətli bilirik, bilirik ki, o bizi sevir. Allah çətinliyi verir ki, görsün Allaha olan gümanımızda dəyişiklik yaranacaq ya yox. Allaha olan gümanımız öz yerində qalacaq yoxsa yox. Məcazi desək, bu sözü məcazi deyirəm, amma sözümə irad tutmasınlar sabah. Məcazi desək, biz səbr etdiyimiz zaman Allahı borclu eləyirik özümüzə. Yəni necə? Əslində biz Allahı borclu saymırıq özümüzə. Allah sanki özünü bizə borclu sayır. Bu mənada deyirəm. Biz səbr elədiyimiz zaman. Allah sanki özünü bizə borclu hesab eləyir. Deyir ki, mən bəndəmin səbrinin əvəzini çıxacam. Mən yaratmışam axı. Əziyyətə də mənim yaratdığım dünyada düşür. Ona görə də qiyamət günü heç nəyin mükafatı səbr qədər deyil. Bir də deyirəm, qiyamət günü heç nəyin mükafatı səbr qədər deyil. Səbrə verilən mükafat heç nəyə verilməyəcək. Bunu qətiyyətlə, tam rahatlıqla deyə bilərəm. Baxın Qurana, hədislərə baxın, görün mən düz deyirəm yoxsa yox. Heç nəyin mükafatı qiyamətdə, deyirlər şəhadətin mükafatı, şəhadətin də mükafatı səbrə görədir. Heç nəyin mükafatı səbr qədər olmayacaq qiyamətin günündə. Nə veriləcək, səbrə veriləcək.
Qiyamət həsrət günüdür də, qiyamət günü. İnsan deyir, ey kaş, ey kaş. Bu ey kaşları ümumiləşdirsək, insan bir dənə ey kaş deyir qiyamətdə. Deyir, kaş səbr edənlərdən olardım. Səbrin mükafatını görəndə. Qiyamətin ey kaşı budur. Qiyamət günü kaş səbr edənlərdən olardım. Hamının dərdi, səri, arzusu ancaq budur. Ey kaş səbr edənlərdən olardım. Niyə görə? Çünki hamı görəcək ki, Allah səbirliləri necə qarşılayacaq qiyamətdə. Hamı görəcək ki, Allah səbirlilərə nələr verir. Onda hamının arzusuna çevriləcək. Kaş, mən də səbr edərdim. Mən belə bir söz deyim, Allah bəyəm səbirdən başqa nəyəsə mükafat verəcək qiyamətdə. Allah səbirdən başqa heç nəyə mükafat verməyəcək. Namazın mükafatı səbri ilə bağlıdır. Orucun mükafatı, həccin mükafatı. Hər şeyin mükafatı içində olan səbrin mükafatıdır. Allah qiyamətdə səbri mükafatlandıracaq, başqa heç nəyə. Heç zaman özüm danışa-danışa deyirəm ki, mən səbri belə başa düşməmişdim. Bir nəfər mənə o gün dedi ki, sən elə bil özüvə danışırsan, bəli özümə danışıram. Mən həmişə demişəm ki, danışan mən deyiləm, sanki özümə də danışdırırlar məni. Elə hər iş Allahın əlindədir. Mən dinləyəcəyəm, öz sözümə qulaq asıram və özüm danışa-danışa iman gətirirəm. Adam düşünür ki, səbirdən başqa Allah heç nəyə mükafat verməyəcək. Görürsən bunu Qurana baxanda. Mən bunu dedim, dünən dedim. Deyir, insanlar görəcək ki, Allah səbrə nə qədər mükafat verir. Bunu görəndə cəmaat deyəcək ki, kaş doğulandan ölənə qədər qayçı ilə bizi doğrayardılar, dözərdi. Bu mükafata görə dəyərdi. İndi hərdən bir balaca işimiz pis gedəndə ah uf eləyirik. O mükafatı görəndə insanlar deyəcək, işimin çətin getməyi nə deməkdir? Qayçı ilə hər an məni qayçı, adam bilirək onun ağrısı nədir? Mükafatla səbrin nisbətinə baxanda deyəcəklər ki, razıydıq buna. Bu qədər həsrət çəkəcək insanlar. Əziyyətə dözmək qədər heç nə Allah qatında mükafata səbəb olmur. Açıq, aşkar, bir mənalı deyirəm. İstənilən alimdən, fəqihdən, müctehiddən, arifdən gedin soruşun sözümün doğruluğunu. Çünki istinadım Quranadır və məntiqlə də belədir. Keçən dəfə dedim, səbir deyir ibadətə, mükafat ibadətə verilir. İbadətin nəyinə? İbadətin nəyinə verilir mükafat? İbadətin səbrinə verilir. Yoxsa ki, o qədər ibadətlər var ki, çox rahatdır bizim üçün. Rahat şeyə vermir. Onun içində olan çətinliyə verir. Mükafatı. Biz ibadət elədikcə daha çox Allaha borclu oluruq, borcumuzu hiss edirik. Amma ibadətin səbrinə görə Allah özünü bizə borclu bilir. Bu cümlələr hamısı lazımlı cümlələrdir. Faydalıdır. Hansı məqamda hiss elədin ki, əziyyət çəkirsən, bil o məqamda Allahın əzizisən. Nə deyim başqa? Allahın əzizisən, əgər yaxşı qarşılayırsansa əziyyəti. Sənin Allah yanında əziz olduğun anlarda onun qədrini bil. Çətinliyi çəkən vaxt. Qovrulan vaxt. Allah əziz tutur səni. Çünki sanki dırnaq arası deyirəm, özünü günahkar bilir, vay bəndəm əziyyətə düşüb. Dünən də dedim, dünən ki, Allah sən əziyyətə salma, bu nə deməkdir? Əziyyətə salırsan, bu yanından da deyirsən, vay, belə deyil, bilirsiniz, yenə deyirəm, hər şeyin bir zati həqiqəti var. İnsan cənnət adlı yerə bunu keçməmiş gedə bilməz. Bu Allahın qüdrətinlə bağlı məsələ deyil, bizim tutumumuzun zəifliyi ilə bağlı məsələdir.
Ona görə də bir mənada naçar qalır. Bir mənada bu yol adam keçməlidir ki, cənnətə. Deyə bilərsən ki, ay Allah, mən elə cənnətdə yaradardın. Valla mümkün olsaydı yaradardı. Mümkün deyil bu iş. Sənin potensialın yoxdur. Sən dünyaya enməmiş ora gedib çıxa bilməzsən. Allah dəyişsin də, dəyişsin, onda sən insan olmursan artıq. Onda o feyzi ala bilməyəcəksən. Bax, belədir, təzad arasında qalmışıq. Ona görə Allah özünü dırnaq arası deyirəm, günahkar bilir sənin çəkdiyin əziyyətə görə. Kim gəlsə o tərəfə yaxşı üzlə, qiyamətə, yaxşı sifətlə, salamat gəlsə də o tərəfə, Allah onu tərifləmək istəyəndə ümumiləşdirir, deyir, nə gözəl səbr eləyib gəldin. Başqa heç nə demir. Sən nə yaxşı namaz qıldın demir. Deyir, sən nə yaxşı səbr elədin, əhsən bərəkallah, gəl cənnətə. Sən yaxşı sifətlə gəlmirsən, yəni səbrlə gəlmirsən. Dünən oxudum ayələrim, bir gen oxuyuram. Selamun aleykum bimə səbərtum. Başqa sözü var desin. Cənnətə gedənləri qarşılayanda mələklər gəlir, deyir, salam olsun sizə səbr etdiyinizə görə. Fəni'mə uqbəddar. Sizin üçün hazırlanan ev nə gözəl evdir. Səbrin mükafatıdır bu. Səbrin mükafatı. Cənnəti səbr yaradır. Cənnət səbrin pərdə arxasıdır. Bax, bu lap gözəl ifadəsidir. Cənnət səbrin təcəssümüdür. Cənnət səbrin özüdür. Səbirdən yaranır. Səbirlə cənnət eynidir. Eyni həqiqətdir. Allah nə qədər təkrar edir. Hey cənnətə gedənlər haqqında söz düşən kimi deyir ki, bimə səbərtum, səbr etdiyinizə görə bura gəldiniz. Səbirdən başqa cənnətdə cənnəti quracaq, yaradacaq bir amil yox idi. Mələklər, Allah özü kimi görsə ki, cənnətlidir, görür də məhşər Allahın əlindədir. Görür ki, bu cənnətlidir, gedir artıq cənnətə, deyir, saxlayın, afərin deyək də buna bir. Gəl baxı cənnətə çıxıb. Saxlayın, afərin deyək buna bir, bərəkallahdan deyək, sonra yola salaq. Belə qonaqlarını əziz qarşılayır da, demir, kesin, belə demir. Da gəlmişsiniz də kesin cənnətə, belə demir. Görür, əziz deyək bunu, bu cənnətə gedir. Əzizləmək istəyəndə nəyə afərin deyir? Afərin bərəkəllahu nəyə deyir? Deyir, əhsən, səbr elədin, əhsən, nə gözəl səbr elədin. Cənnətə gedəni saxlayın, tərifləyək, necə tərifləyir Allah bəndəsini? Demir, nə yaxşı oğlansan, sən, demir. Deyir ki, sən səbr eləyən idin, nə gözəl səbr elədin, amma, belə deyək də Allah deyir. Amma səbr elədin, ha, əməlli. Buyur, indi halal xoşun olsun. Bu sözü deyir, tərif edir, sonra yola salır. Adam bir bu sözün keyfini çəkir. Doğrudan bədbəxt biçarəyik biz. Nəyə dəyişirik hərdən? Özümə deyirəm, adam bunu danışır, sonra gedirsən yenə köhnə hamam köhnədir. Görün, nə səhnələri vəsf edir Allah. Deyir ki, saxlayın, tərifləyir, deyir, salam, xoş gəlmişsiniz, buyurun yuxarı başa. Allah deyir, bunu əzizliyə yola salır səni. Allahın bir dənə bir mühüm adam səni, deyir, qapıda gəldi, məni qarşıladı. Gedirsən onun yanına, hansısa vəzifəli şəxsin, gəlib danışırsan ki, gəldi, qapıda məni qarşıladı, apardı. Allah qapıda qarşılayır, Allah, hamıya izzəti verən Allah. Və belə təriflər deyir adama, təriflər yox, bir tərif. Bütün ümumiləşdirir sənin müsbətlərini, deyir, sən səbr edən bəndəsən, əhsən sənə, bərəkallah. Əvvəldən yolu səbirlə başlamalısan, axır mənzilə ki, cənnətə gedirsən, orada səbirlə gedirsən. Deyir, İstəinu bis səbri və səlah, başlanğıcda deyir, səbir və namazdan kömək al. Səbir namazdan da əvvəl gəlir. Başlanğıcda səbirlə silahlan yola düş. Əvvəldən yola bununla düşürsən, mənzilə çatanda da səbirlə bitir bu macəra. Səbir, səbir, səbir bütün mərhələlərində. Axırda da deyir, halaldır sənə. Namazın müqəddiməsi var da, dəst namaz alırsan, qışı var, yayı var, məscidə gedirsən. Bunlar hamısı səbir istəyir, dözüm istəyir. İsti yatağından dur, dəst namaz al. Olmaz ki, dəst namazsız qılım. Nəyə lazım idi bu? Yox, səbir önəmlidir.
Səbr vacibdir. Hədislərdə var, hər şeyin mükafatı var səbirdən başqa. Yəni nə? Yəni mənası budur. Mənası yox, dalıca buyurur. Buyurur ki, hər şeyin mükafatı var səbirdən başqa. Səbrin mükafatı özüməm. Mənəm. Səbrin mükafatı mənəm. Burada hansı hədis yaduza düşdü? Hansı hədis yaduza? Oruc haqqında. فَاِنَّهُ لِي وَأَنَا اُجْزَى بِهِ. Oruc mənim üçündür və orucun mükafatı mənəm. İndi gəlirsən, yana qoyursan, görürsən ki, orucun bir adı səbirdir. Orucun da mükafatı mənəm, çünki oruc başdan başa ancaq səbirdən ibarətdir deyə gəlir deyir ki, orucun mükafatı mənəm. Necə ki, səbrin mükafatı mənəm, orucun mükafatı mənəm. Yəni, oruc bərabərdir səbir. Hədislərdə var ya, orucun bir adı səbirdir Ramazan ayının. Ramazan ayının, yəni, orucun adını rahat şəkildə səbir qoyublar. Oruc fəzilət qazanmaq istəyəndə ona ad tapanda deyirlər səbir qoyaq bunun adında. Bu səbirdir. Oruc başdan ayağa səbirdən ibarətdir. Oruc başdan ayağa səbirdən ibarətdir. Mən sizə sual verirəm. Burada oturanlar və məni dinləyənlərin çoxu oruç tutub. Orucun gör nə qədər şirinliyi var. İnsafla danışaq. Oruc nə qədər ləzzətlidir. Orucda adam nə qədər həqiqətləri dərk eləyir. Mən neçə ildir minbərdən danışıram. Ramazan ayında elə şeylər başa düşürəm ki, heç vaxt başa düşmürəm. Ramazan ayının hər dəqiqəsi mənə şəxsən görürəm təzə bir nəsə mərifət verir. Hardan gəlir bilinmir. Səbrin ləzzətidir bu. Səbrin mükafatıdır. Beyin açılır, insan dərk eləyir, zövq alır dəqiqəsindən, anından, yeməyindən, yatmağından, durmağından. Keyf ayı gəlir də Ramazan ayı. Keyfdir, elə bil. Adam da oradan da yeri var ya gözləsin ki, gəlir, aparır adamı keyfə, həzzə, ləzzətə. Niyə görə bu qədər ləzzəti var? Səbrin bir növüdür. Oruc səbirdir. Çünki oruc nədir? Etmə. Etməmək dözmək deməkdir. İstəyirəm, yemirəm, dözürəm. Filan şeyi eləmirəm, dözürəm. Orucu elə parçalasın içindən səbir çıxır. Oruc dözümdən ibarətdir. Oruc dözümdən başqa bir şey deyil. Səbirdən başqa bir şey deyil. Sual verirəm sizə, orucun əziyyəti nə qədərdir? Hamı deyəcək ki, çox az. Nə əziyyəti var orucun? 3 saat qalırsan, sonra həmən şeyi yeyirsən. Heç də. Dünyanın əziyyətləri ilə müqayisədə orucun əziyyəti azdır. Razısınız? Əlbəttə ki. Dünyanın problemləri var, onun əziyyəti daha çox, adam daha çox əziyyət edir, nəinki oruc. Az əziyyəti var, bu qədər mükafat alırsan, mən sizi əmin edirəm, dünyanın çətinliyinə də, orucun çətinliyinə kimi, elədiyin kimi səbr elə, gör o çətinliklərdən nə qədər ləzzət alırsan. Bunun çətinliyi artıq daxı. Dünyanın giriftarlıqlarının çətinliyi orucun çətinliyindən çoxdur. Borcun var, çoxdur, xəcalətlisən, ailə yanında filan, hamısında müxtəlif. Bu problemlərin, dünya çətinliklərinin, belə deyək də, həcmi, yükü, orucun yükündən çoxdur. Oruc az əziyyətlə bu qədər sənə feyz verirsə, dünyanın çox çətinliyinə oruc kimi səbr eləsən, daha artıq ləzzət verəcək sənə yaşamaq. Daha artıq ləzzət verəcək. Daha nurani olacaqsan. Bir hadisə çıxsın, səbr elə, qəzəblənmə, məsələn. Keçdinsə o hadisəni səbirlə, nuraniyyətin artdı 100%. Sonra görəcəksən ki, ləzzətin də artdı. Nuru artdıqca ləzzət də artır. Həyatdan faydalanmaq əmsalın çoxalacaq səbrin sayəsində. Kimsə sənə söz deyib, incidib, həyatda da adam incidirlər. Elə söz deyirlər 7 qatından keçirərdən. Yandırır adamı içərdən. Yandırır, deyirsən ki, eybi yoxdur. Özdə bizə çox deyirlər. Bizim hər sözümüzə bir söz qoşub deyirlər. Adam baxır, hərdən gözü dolur. Amma deyir, gözün dolmasın, o qədər narahat olma. Keçirdi onu, səbirlə keçirdi. Sonra feyzi gələcək, ləzzəti gələcək, o səbrin. İşində problem var. Olur da, indi işdə problem olar. Səbirlə ötür.
Evin yoxdur, oruc kimi rəftar elə. Necə Ramazan ayında gileylənmirsən ki, bu nədir, oruc, haçan qutaracağı bu? Heç mən belə oruç tutan görməmişəm, valla. Görməmişəm, varsa da çox eləmir də belə şey. Deyir, orucda ləzzətini alır, yaşayır da öz üçün neçə saat sonra, bu yemək Allahın əlindədir, hazırlayıb qoyub axşama, 5-6 saatdan sonra, amma keyfin dadını çıxardırsan orucu. Gileylənmirsən ki. Gəlin buna adət eləyək, dünya çətinliklərində də eyni oruc kimi qarşılayaq onu. Burada mən haşiyə çıxıram, məni qınamasınlara. Mənası bu deyil ki, problemlərimizi həll eləməyə gedib ev almayaq özümüzə. Problemləri həll eləməmək deyil, nəticəni düzgün qarşılamaqdan söhbət gedir. Yoxsa ki, adam ev üçün də çalışar, ruzi üçün də çalışar, problemlərini də gərək həll eləməlidir, mütləq. Amma bəzən eləyirsən, görsən, yoxda düyünlənib, dayanıb, açılmır. Yaxşı səbr elə, oruc kimi, gör Allah nə inir sənlə. Gör Allah necə mükafatlandırır. Allah bizim sahibimiz də axı bilir. Bilir ki, bizi bizim icazəmiz olmadan yaradıb. İcazə alıb bizdən yox. Salıb bizi dünyaya, başımıza bu işlər gəlir. Bizdən soruşmayıb ki, icazə almayıb yaradıb deyə, sən əziyyət çəkəndə deyildi, mənim boynuma da mən yaratmışam da bunu. Bu əziyyət çəkir. İndi bu əziyyətdə sən səbr eləyəndə Allah bilmir neynəsin. Mələklərə deyir, gəlin bax, əhsən bəndəmə, bərəkallah. Bunu özündən icazəsiz yaratmışam, göndərmişəm çətinliklər olan evə, sıxıntılara, bax bərəkallah, bu necə qarşılayır bu çətinliyi. Hey, bilmirəm, bəndəsinin başına dolanır, o əzəmətdə olan Allah. Bir nəfər deyirdi, mən keçmiş xütbələrdə demişəm, bir ruhani idi, cavan ruhanidir. Deyirdi ki, mən Allaha belə deyirəm. Deyirəm ki, ilahi, mənim evim yoxdursa, mənim problemim deyil, sənin problemindir o. Sən yaratmışsan. Mənim evim yoxdursa, problem sənin problemindir. Mən niyə dərd çəkməliyəm ki? Evim üçün çalışaram, amma yoxdur, alınmırsa, sən həll elə, mən durub, sənin problemin dərdin mən çəkəcəm. Niyə də? Deyib, belə deyirdim, gördüm, şimdi düzəlir. Yolunu tapmışdı. Yəni, bu səbrin bir növüdür. Səbrin bir növüdür. Səbrin məntiqidir bu. Səbrin məntiqidir. Yəni, mən durum dərdini çəkim, sən qüdrətli Allahın problemindir, get həll elə. Mən niyə dərd çəkim? Mənim evim deyəndə, sənin əlindədir hər şey. Sən yaratmışsan, sən xəlq eləmişsən. Sən də təmin eləməlisən, mən tələb eləmirəm, özün demirsən ki, mənim boynumadır da sən hər şeyin. Mən tələb də eləmirəm. Elə bil ki, məsələn, bir kəsin problemi deyirsin, mənə dəxli. Düzdür, indi biz cəmaatın dərdini çəkirik. Məsələn deyirəm, məsələn. O mənada yox ki, mən çalışmayacam ev almaq üçün. Çalışacam, dərd çəkməyəcəm. Bunlar ayrı-ayrı şeylərdir. Buna hərdən biri qulaq asar, deyə, nə oldu, bu səbrə çağırır, yəni mütü ol hər şeyə, evin olmasın. Bu mütü olmaqdan söhbət getirir. Ged ağılla, məntiqlə işini həll elə. Ev almaq istəyən ev al, maşını al, çalışma, amma dərdini çəkmə. Deyirəm, vəzifəmdir, gedirəm, çalışıram, işləyirəm, ruzu qazanıram, vəzifəmdir. İşim gücüm yoxdur, oturub hələ bunun dərdini çəkəcəm. Allah bunu gözləyir, bu hal səndə yaransın. Bunun bir yolunu tapaq. Allah bu halın müştərisidir. Yoxsa çatışmır, nəsə xəzinələrində boşalıb, sənə bir şey tapa bilmir, versin. Sən də bu halı yaratmaq istəyir. Bu hallar səni qabağa aparır, inkişaf elətdirir. Allah sükutu ilə danışır da, mən Allahın dilindən görünən böyük məsuliyyətdir. Onun sükutunu şərh eləyirəm sizin üçün. Onun sükutunu, məntiqini şərh eləyirəm. Deyir, mükafatı özüməm, səbrin, mən, Allah. Necə ki, orucun mükafatı mənəm, ona görə ki, oruc səbirdir. Allah qiyamətdə bütün səbr eləyənləri xəzalətdə eləyəcək öz nəvazişi və məhəbbəti ilə. Məsələn, 70 il yaşamısan, səbr elədiyin anları yığaq, haralarda səbr elədiyin, toplam neçə saat elədi, neçə gün elədi, bilmirəm, neçə ay elədi, vurdular, topladılar. Olsun nəm neçə ay, 70 il ömürdə sənin səbr elədiyin anları yığ, bilmirəm də nə qədər olar, neçə il olar. Onun hamısını vurur, deyir ki, qarşılığında əbədiyyət verirəm.
10 il səbrə əbədiyyət verirəm. Özümü verirəm. Da neynəsin sən üçün? Bütün səbr eləyənlər xəcalətdən başını aşağı salır. Həmişəlik nəvaziş eləyəcəm, kompensasiya eləyəcəm. Sən demə, cənnət səbrin kompensasiyasıymış. Sözü bilirsiniz nə dedim mən? Cənnət səbrin kompensasiyasıdır, vəssalam. Qərar deyil də sən əziyyət çəkəsən, zərurətdən doğub əziyyət. İndi qarşılığı cənnətdir. Cənnəti səbir yaradır bu şəkildə. Həmişəlik nəvaziş. Səbr üçün ən gözəl motivasiya Allahın bizi sevdiyini bilməkdir. Sevgi ilə səbrin hər saniyəsini qarşılayacaq. Sən deyirsən, ilahi yadındadır orada. Əlbəttə yadın, Allahın yadından nəsə çıxar. Gözüm sənin həyatındaydı. Bir dəqiqə biri acı söz dedi, dedi eybi yoxdur. Onu mən hesabladım, elə belə keçmədi o. Onu yazdım, qeyd elədi ki, bəndəm acı sözə səbr elədi. İndi gəl bura qarşılıq almağa. Görəcəksən ki, sən demə, səbrin hər saniyəsi Allahın diqqətindəymiş. İndidən bilsən, necə kef eləyərsin? Deyərsən, sən görürsən, vəssalam. Necə İmam Hüseyin ağa dedi? Əli Əsxər gecəsində deyərik. Sən görürsən, vəssalam. Səbrin mükafatı ancaq axirətdə olacaq. Yox, vallah. Səbrin mükafatı ilk növbədə dünyada olacaq. Səbrin mükafatı dünyada olacaq. Kim səbr eləyib, dünyada mükafatını alıb. Qalmayıb qiyamətə. Qiyamətdə ki, heç o fəzlidir. O rəhmətidir. Allah Allahlığını tam orada qoyacaq ortaya. Gücünü qoyacaq ortaya. Cənnət Allahın qüdrətinin əsəridir. Amma dünyada ikən kim səbr eləyib mükafat almayıb? Kim səbr eləyib qarşılıq almayıb? Allah bəndəsinin aşiqi deyə başa düşürsünüz, aşiqi. Eşqinin zərrə zərrəsindən vücudunun zərrə zərrəsini yaradıb. Eşqi ilə xəmirini yoğurub. Allah cavabsız qoymur. Dünyada səbr eləyənlərə elə mükafat verir ki, özləri bilir, Allahları bilir. Biz elə bilirik, hər kəs bizlə eyni havadan nəfəs alırsa, bizim qədər ləzzət alır. Yox. Allah səbr eləyənlərlə ayrı hesab açıb dünyada ikən. Bir də mükafatını deyəcəm dünyada nədir? Ayə ilə deyəcəm. Vaxtımızda biraz var. Bugün bəlkə də biraz qısa danışdım. Allahla belə danışaq. İlahi, kim məsuliyyət daşıyır mənim ruzimə görə? Mən? Yox. Mən ruziyə görə məsuliyyət daşıyıram. Ağlı olmayanlara da verirsən. Mənim ağlımla qazanıram mən. Ağlı olmayanlara verirsən onu. Səhər çıxır, axşam ruzisi hazırdır. Kim məsuliyyət daşıyır ruzimə görə? Sən. Məndə yoxdur. Məndə yoxdur. Məsuliyyət də sənindir. Gözüm üstə yoxdur. Vəssalam, bunu dedin Allaha. Deyir, gör bəndəm nə danışır? Gör nələri başa düşüb. Təmbəllik yox ha. Oturum evdə, ay Allah, ruzumə sən məsuliyyət daşıyırsan, işə getməyim. Yox, işə get, çalış. Nə eləməlisən elə? Dünyapərəst adamdan daha dəqiq elə. Vaxtında get, məsuliyyətli ol, işində ciddi ol, hesab kitab, hamısı öz yerində. Mən nəticədən danışıram. Nəticədə bütün bunlardan sonra sən məsuliyyət daşıyırsan, bəli. Sənin işindir, bəli. Yaxşı da, sənin işindir, verirsən, vermirsən, mən dözürəm. Neyəcəm ki? Dözürəm, özdə lap yaxşı da dözürəm. Ruzum sənə aiddir. Heç vecmə də deyil mənim. Heç vecmə də deyil. Sənə aiddir. Allah gör nələr eləyir sən üçün. Bir dəfə belə danır. Amma yenə də deyirəm, məsələn, 500 manatlıq iş düşüb gedişdə, demək ki, mən yox, mən üçün azdır. Gedişdə çalış və bunları danış. Çalışa danış. Amma bunları danış. Deyən, ruzum sənin öhdəndədir, indi gəlmir mənə. Neyiniyim? Sən deməli, sən eləmirsən də nəsə məsləhət var. Mən niyə küsməliyəm, inciməliyəm? Mənim işim deyil, mənə aid deyil bu mövzu. Mən narahat deyiləm. Bu narahat deyiləm sözünün müştərisidir. Ondan sonra görün nə dırnaq arasında nə oyun çıxardır. Neyinir, necə qarşılayır.
Xəcalətindən çıxacağı borclu qalmaz. Dünən ayəni dedim, adamı dəli eləyən ayədir. İnnəlləhə yuhibbus sabirin. Başınıza bir çətinlik gələndə bu ayəni təkrar edin. İnnəlləhə yuhibbus sabirin. Allah səbr edənləri sevir. Muhammed Ali Muhammedə salavat deyək. Allah səbr edənləri sevir. Sevir bilirsən nə deməkdir? Allah məni sevir. Həmin anda özvedindən Allah məni sevir. Bu qürur gətirməyəcək sənə. Bilirsən ki, səbrin təbii təsiridir. Əziyyət məhəbbətin imtihanıdır. Əziyyət vaxtı Allah istəyir ki, biz səbr eləyək. Nəyi imtihana çəkir? Nəyi imtihana çəkir? Sən nə qədər qəbul edirsən ki, mən səni sevirəm, bax onu imtihana çəkir. Əziyyət vaxtı imtihana çəkir ki, görüm sən nə qədər qəbul edirsən ki, mən səni sevirəm. Bu sevgiyə nə qədər inanmısan? Söhbət budur. Sevgiyə inananlar aramdır. Sevir də məni. Aşiqdir mənə Allah. Aşiqdir. Allah deyir, mən sənin Rəbbinəm, Allahunam, anadan mehribanam, hamıdan mehribanam. Buna inanan insan bilə-bilə ki, bu problem var, Allah məni sevir və gücü çatır bu problemi həll eləməyə. Eləmir. Eləmirsə, deməli, nəsə bir məsləhət var, aram olur, rahat olur. Allah bunu imtihan edir ki, görsün çətinlik vaxtı, inanırsan ki, o səni sevir. Səbir bunu göstərir ki, sən nə qədər inanmısan ki, Allah səni sevir. Səbirsizlik bu deməkdir ki, yəni sən mənə istəmirsən, ya Allah. Və bunu imtihana çəkir. Səbirsizliyin mənası budur ki, yəni ay Allah, sən məni sevmirsən. Mənası budur. Bu da pis sözdür, Allah adam deməz belə şey. Ən böyük ədəbsizlikdir bu. Bir adam ki, ah, uf eləyir, ürəyində də. Hərdən əlhəmdülillah elə deyir ki, söyüş ondan yaxşıdır. Əlhəmdülillah, əlhəmdülillah da, elə əlhəmdülillah yox. Elə əlhəmdülillah yox. Ürəyində deyirsən ki, sən mənə sevirsən, düyün sənin əlindədir, mən aramam. Bunu elə belə sözləndir. Allah deyir, bərəkallah, inanırsan ki, mən səni sevirəm, böhranlı vəziyyətdə və salam, mənə bu lazımdır, sən buna inanırsan, problemi tez həll eləyər. Çox tez həll eləyər. Bir nəfər qonaq idi birinin evində, Qulam da, onun qulu var idi, o vaxt qul dövrüdür. Məsələni, mən bu hadisə olub ya olmayıb, yazıblar əxlaq kitablarında. Deyir, Qulamı xidmət eləyir, Qulam da ki, fərsiz Qulamdır. Məsələn, su gətirir, dağıdır, adamlar var elə, xarab eləyir, yemək çəkə bilmir. Belə də, bu deyir, bax da buna, bu da belə. Deyir, bu da belə, yəni bu da mənim bəxtimə düşən Qulamdır, fərsizin biridir, heç nə deyirsən ona xarab eləyir hər şey. Gileylənir. Qulam çıxır bayra, bu yenə danışır ki, bu bacarıqsız bir adamdır, əziyyət eləyir mənə filan, neynim, nə açaram, saxlamışam bunu filan. Birdən görür çöldə bayırda səsküydür. Qonağa deyir ki, sən biraz gözlə, mən gedim görüm nə davadır bayırda, nə olub. Çıxır, birazdan sonra gəlir, deyir, buna baxayım, mənim Qulamımı döyürdülər, getdim paylarımı verdim. Bu qonaq deyir ona ki, bəs sən deyildin, səhərdən gileylənirdin. Deyir, düz deyə gileylənirdim, amma o Qulamın məndən başqa kimi var ki. Allaha pis bəndə də olsaq, Allah bu məntiqlə danışır, deyib, bunun məndən başqa kimi var ki. Nə olsun ki, sözümə baxmır. O Əleyhisselam deyir ki, mən li qeyruk, səndən başqa kimin var? Özünü qul bilən adamdır da Əleyhisselam Allaha. Ona görə ürəklə deyir ki, mən li qeyruk, səndən başqa kimin var ilahi? Arif budur. Arif budur. Hər nə başına gəlsə desin, mən li qeyruk, sən məni sevirsən, səndən başqa. Dadıma çatan kim olacaq ki, güya səndən başqa? Gücün də hər şeyə çatır. Eləmirsən, sən nəsə məsləhətin var, şükür məsləhət var. Sevgin yerində, qüdrətin yerində, mən niyə narahat olum? Sevgin yerində, qüdrətin yerində, səndən başqa da heç kəsim yoxdur.
Niyə deyirlər xəstəni get ziyarət elə? Bilirsiniz nə qədər savab var? Biri xəstə ola, gedəsən onun ziyarətinə, çox savabdır. Çox savab. Çox da oturmayasan yanında, gedəsən deyəsən biraz, durasan gedəsən. Ne üçün? Çünki xəstəyə hiss elətdirirsən ki, mən sənin dərdini çəkirəm, dərdi və şərikəm. Deyirlər hətta həkimlər deyir ki, xəstə bilsə ki, dərdin çəkən var, tez sağalır. Deyir ki, dərdin çəkən var. Ah ismun min əsmaillah, xəstəliyin özü də bir səbirdir də, deyir, xəstə deyir, ah, ah, deyir, bu Allahın adlarından bir addır, ah, xəstənin ah çəkməyi. İndi ki, xəstə bilir, təsəlli tapır ki, onun dərdini çəkən var, Allah deyir, dərdinizi çəkən var, mənəm, niyə narahatsınız? Allah dərdimi çəkir, dərdimi çəkənim var, özü gücü hər şeyə yetən Allah, bunu başa salır. Allah bilir də heç kimimiz yoxdur ondan başqa. Biz bilməsəydi o bilir. Bu mövzuların ən gözəl vaxtı Allah dilimə saldı. 2 gün qalmışdı Məhərrəmə, mən bilmirdim nə danışacağım hələ. And olsun Allaha. Hələ müəyyən eləyə bilmirdi. Allah saldı. Allahın məhəbbətindən, Məhərrəmdən başqa nə zaman danışasan bu 10 gündən başqa? Allahın məhəbbətindən danışmaq üçün il ərzində ən gözəl günlər bu 10 gündür. Bu irfan ayıdır da Məhərrəm ayı. Nə əlaqəsi Məhərrəmlə? Əlaqəsini deyim sizə. Bilmək istəyirsənsə Allah səni nə qədər çox istəyir. Cavab budur ki, nə axtarsan Hüseyni qətligaha göndərib sənə görə. Bundan artıq sevgi. Hüseyni bilirsən nə qədər əzizdir. Razı deyil dırnağına nəsə olsun İmam Hüseynin. And olsun Allah'a. Elə bilirik ki, Allah üçün fədakarlıq sözü mümkün olsaydı, deyərdi Kərbəla Allahın fədakarlığıdır. Bizə sevgisidir. Kərbəlada Hüseyni qətligaha göndərib, gözünün qabağında tikə-tikə doğranıb. Deyib, eybi yoxdur. Eybi yoxdur. Qəbul eləyib ki, bizə nicat versin, bizim əlimizdən tutsun. Sevgi üçün bundan artıq nə dəlil gətirim? Heç bir dəlil Hüseynin Kərbəlası qədər ola bilməz. Allahın bizə sevgisinin dəlilidir. Məhərrəm bizi dəyişməyəndə nə dəyişəcək? Necə dəyişəcək? Bu qədər sevgi bizi dəyişməyəndə nə dəyişəcək? Əllamə Qazi 40 il əziyyət çəkdi. 23 il daş qoydu dilinin altına. Daş ki, oyan-buyan danışmayayım. Belə kişilər olublar bunlar. Daş dilinin altında gəzdi. Heç bəlkə də ehtiyac yox idi, o qədər diqqətli idi. Bu dil tərpənəndə yadıma düşsün ki, hər sözü danışmaq olmaz. 23 il ancaq 40 il təzkiyə ilə məşğul oldu, getdi axırda Əbəlfəz hərəminə. İmam Hüseyn hərəminə, Əbəlfəz hərəminə qalıb Beynül hərəmeyində çıxıb Əbəlfəz ağanın hərəmindən boynu bükük gedir ki, 40 il əziyyət çəkmişəm, bir yerə gedib çatmamışam. Mən görəcəm pərdə arxasında nələr var, özü göstər, nə olar, mən axı heç nə, mən əziyyət qalıb mənə. Boynu bükük gəlir, bir nəfər gəldi ona dedi ki, o hərəm ki oradan çıxmısan, orada verirlər hər şey, qayıd ora. Tez qayıdır, çıxdığı həmin o hərəmə, Əbəlfəz ağanın hərəminə, Babul Həvaicin hərəminə. Qayıdır ora, bu dəfə yapışır zərihdən, bir dəfə deyir, Əbəlfəz. Bu dəfə bu başqa cür deyir. Çağırır Əbəlfəz ağanı, o dəyişən dəyişir, deyir, gözüm açıldı, nə aləmlər gördüm. Pərdələr çəkildi. Açar onun əlindədir. Onun üçün qətligaha gedib ki, bu mərifəti bizə versin. Kim gedir Ayətullah Behçətin yanına ki, gedirəm Kərbəlaya, deyirdi, Əbəlfəz ağaya mənim adımdan salamdır. Deyirlər, İmam Hüseyin Həzrəti Əli deyirdi, Əbəlfəz ağaya salamdır. Təvazı var, nökərinin qapısına get. Özü ki, heç, nökərinin qapısına get. Çünki Əbəlfəz çox səbr elədi, çox şeyə, qeyrətli idi. Bu qədər şey onun gözünün qabağında olurdu. Çox çətin idi Əbəlfəz üçün. Bu
Bu yandan da İmam Hüseynin hansı sözlə ən çox səbr elədi? Hüseyin dedi ki, bir nəfsi əntə, canım sənə qurban olsun. Gəlin də buna döz. Adamın ağası adama deyə, canım sənə qurban olsun. Mövlası adama deyə, bir nəfsi əntə, öldürdü Əbəlfəzi. Bu sözə səbr eləmək çətindir, bu eşqə səbr eləmək. Allah qismət eləsin, səbrin o mərhələsi var, eşqə səbr eləmək. Əbəlfəz o eşqə səbr eləyir. Mövlasının olan eşqinə adamın ürəyini parçalayır ki, gör mənə nə dedi, mən necə eləyim? Bir alim deyir ki, getdim hərəminə, bayram axşamı idi, mövlud axşamı idi. Dedim, nə deyim ki, Əbəlfəzin xoşu gəlsin bu sözdən. Dedim, Əbəlfəz, bilirəm ki, Hüseyin sənə fəda olum deyəndə səni biçarə elədi. Sən qaldın belə ki, ay Allah, mən nə cavab verim bu məhəbbətə? Sənin səbrin bu idi. Bu sözə səbr eləyirdin. Dedim ki, Əbəlfəzin ürəyinin sözünü deyim də Kərbəlada, əsas sözü bu idi. Allahın sevgisini bilmək istəyirsənsə Məhərrəm ayında, denən İmam Hüseyin mənə görə getdi qətligaha, azdır. Neçə dəfə demişəm, getdi yapışdı Kərbəlada İmam Hüseynin zərihindən. Bir alim danışdı, cavan oğlandı, mərifətə bax. Ağlaya-ağlaya dedi ki, ağa dəymez mənə görə, mənə görə dəymez. Əli-Əsqər verəsən, Əli-Əkbər verəsən, inanırsınız sənə görədir. Necə olacaq qiyamətdə bizim işimiz? Xəcalətdən, sevginin xəcalətindən necə olacaq bilmirəm valla. Səbrin dünyadakı mükafatına icazə verin, işarə eləyim, sonra Seydə söz verəcəm. Məclisin əsas hissəsi onda başlayır. İcazə verin, belə bu halından qoyun ayəni şərh edeyim. İstəmirdim ki, söz indidən belə gəlsin, amma gəldi. Görürəm halınız dəyişib, belə bu halından daha yaxşı o ayənin məzmununu çatdıraram sizə. Qəsəs surəsinin 80-cı ayəsinə baxarsınız, Qarun haqqında danışır. Qarun zəngin bir adam idi, varlı bir adam idi, pullu imkanlı, xəzinə sahibi olan adam idi. Bir gün varını nümayiş elətdirməyə çıxır, var da şan şöhrətini göstərmək istəyir şəhər əhalisinə. Parad eləyir elə bil, var dövlətini daşıyırlar, göstərirlər, şəhərin içindən keçirlər, məsələn. Xərəcə alə qavmihi fi zinətih, Quran danışır. Bütün var dövlətini nümayiş etdirir, cəmaat dəydi bir-birinə. Qarun sərvətini göstərir, cəmaat dəydi bir-birinə. Qulaq asın bu ayələrə. Qələl-ləzīnə yuridunəl həyətəd-dünya ya leytə lənə mislə mə utiyə Qarun. İnnəhu ləzu hazzin azim. Deyir, dünyapərəst adamlar, indi də var ya, bir bahalı maşında keçirdi. Bəhbə, kaş məndə olardı filan. Bədbəxtdir bu insanlar. Maşının olsun, evin olsun, çalış, amma həsrət çəkmə. Kiminsə əlində nəsə görəndə, üzr istəyirəm sözümə görə, ağzının suyun axıtma. Qarun deyir, var dövlətin nümayiş elətdirir, Allah danışır bunu. Allah bir hadisə danışırsa, deməli, onun üçün maraqlı nəsə var özü üçün. Ay Allah, maraqlı nədir bu hadisədə sən bunu nəql edirsən? Kitabında, qiyamətə cən qalacaq bu kitab, Quran. Gəlib burada Qarundan danışırsan, ilahi, sənin diqqəti nə cəlb elədir? Sən təsəvvürsən, Allah yaratdıqlarının içində bir səhnə görüb, o səhnəni nəql edir kitabında. Deməli, arasındasa bir maraqlı moment var, Allah üçün maraqlı. Nədir maraqlı? Deyir ki, elə ki, Qarun var dövlətini nümayiş elətdirdi, dünya əhli, qələl-ləzīnə yuridunəl həyətəd-dünya, dünya hərisləri dedilər, ya leytələnə, mislə mə utiyə Qarun. Ey kaş, Qaruna verilənlər bizə də verilərdi. Ey kaş Qaruna verilənlər bizə də verilərdi. İnnəhu ləzu hazzin azim. Allah o böyük bir həzzin, ləzzətin içindədir. Qaruna həsrət çəkirlər də, qibtə eləyirlər, həsəd eləyirlər, nə edirlər? Allah danışır bunu. İlahi, sənin üçün bunun harası önəmlidir? Bax burası. Qələl-ləzīnə utul ilm. İçində, həmin o cəmaatın içində elm verilən kəslər var idi, yəni hikmət sahibləri. Elmlilər demir, kitabdan olan elmdən danışmır. Utul ilm, onlara elm verilib Allahdan, hikmət sahibləri.
Möminlər bu cəmaatın içində var idi. Baxdılar onlara, dedilər ki, vay ləkum, vay olsun sizə ay cəmaat. Vay ləkum, vay sizə. Niyə dediniz ki, kaş o bizdə olardı? Niyə Qaruna qibtə elədiniz? Niyə bunun həsrətini ürəyinizə doldurdunuz? Savabullah xeyrun limən amənə və amilə salihən. Allahın verdiyi mükafat iman gətirən, yaxşı iş görənlər üçün daha yaxşıdır. Sözüm budur, bax, axırı budur. Və lə yuləqqaha illəs sabirun. Deyir, bunu kim başa düşə bilər ki, dünyanın zinətlərindən hamısından daha gözəli Allahın mükafatıdır. Deyir, bunu ancaq səbirlilər başa düşər. Yuləqqaha, yəni dərindən başa düşər. Yəni nə? Yəni səbrin bir xüsusiyyəti var ki, adama həqiqəti başa düşməkdə kömək eləyir. Səbr eləyirsən, içində o mən divarı yarılır, içindən mərifət çeşməsi qaynamağa başlayır. Onda sən başa düşürsən ki, ötəri şeylərdir bunlar. Deməklə olmur axı, deyirik, niyə başa düşmürük? Çünki səbirli deyilik. Səbirli olsaq, heç zaman dünya həsrəti ilə yaşamarıq. Şöhrət həsrəti ilə yaşamarıq. Dərindən başa düşərsən. Biraz səbr eləyək, gözümüz açılsın. Biraz səbr eləyək, qulağımız açılsın. Görək, eşidək, anlayaq, başa düşək bunları. Bunu sözlə olmur. Süleyman Peyğəmbər keçirdi taxtı tacı ilə. O da Peyğəmbərdə həm də qüdrət sahibidir. Lap yaxşı olar. Adam həm zəngin olsun, həm mömin. Çox yaxşı şeydir bu. Heç bir hədisdə ayədir. Deyir, bunun dərdini çəkmə. Bunu deyir. Demir, qazanma. Qazanırsan halal xoşun, lap yaxşı. Kaş elə yaxşı adamlar qazansın. Pula sahib olsun, sərvətə sahib olsun. Xərcləsin haqq yolunda, din yolunda. Bunlar çox gözəl. Süleyman da Peyğəmbərdir. O qədər sərvəti, qüdrəti var. Keçir, bir kəndli də yer şumlayır, yer belləyir. Baxır, görür, Süleyman keçir taxtı tacı ilə. Qüdrətli, sərvəti ilə, malı ilə, ətrafı ilə. Baxır, təəccüb eləyəndə deyərlərə Sübhanallah. Bu kəndli təəccübdən deyir, Sübhanallah, Allah nə gözəl neymətlər verib Süleymana. Süleyman deyir, saxlayın, sözüm var. Peyğəmbər daxı. Gəlir, deyir, ay kəndli, mənim mal sərvətimi görüb təəccübdən dediyim bir Sübhanallahın qiyməti mənim var dövlətimdən, mülkümdən üstündür. Bu Sübhanallahın mükafatını alacaqsan, ha. Bu Sübhanallahın qədrini bil, bunlar gəldi gedərdi. Bunlar gəldi gedərdi. Bunu mən deyirəm, başa düşmürəm. Eşidən başa düşmür. Necə başa düşək? Quran deyir ki, səbirlə bunu başa düşmək olur. Səbrin mükafatı budur ki, adam həqiqətləri anlamağa başlayır, dərindən anlamağa. Biraz səbr eləyək, biraz dözək, Allah açsın həqiqətlərini bizə çatdırsın. Bir dənə də ayə deyim, vəssalam. Sözümü tamamlayayım. Görüm nə qədər vaxt qaldı. Bir dənə də ayə deyim, sözümü tamamlayayım. Buyurur ki, mən əhsənu qavlən mimmən daa iləllah və amilə salihən və qalə innəni minəl muslimin. Deyir ki, bir insan ki, Allaha doğru adamları çağırır və yaxşı işlər görür və deyir ki, mən müsəlmanam, ondan daha yaxşı kim ola bilər? Ondan daha yaxşı kim ola bilər? Ondan sonra buyurur ki, وَلَا تَسْتَوِ الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ deyir, pisliklə yaxşılıq eyni deyil. Pisliklə yaxşılıq eyni deyil. İdfə billeti hiyə əhsən. Deyir, sənə biri pisliyə eləyəndə ona ən yaxşı cavab ver, yaxşılıqla cavab ver. Pisliyə yaxşılıqla cavab ver. فَإِذَا الَّذِي بَيْنَكَ وَبَيْنَهُ عَدَاوَةٌ كَأَنَّهُ وَلِيٌّ حَمِيمٌ deyir ki, biri sənə düşmənçilik eləyir, pisliyə eləyir. Sən o ilə elə davran, elə bil ən əziz dostundur. Görün, nələrdən danışır. Bacarmırıq axı biz. Haqq davasını demir, ha. İnsanlıq düşməni, din düşməni, xalqın düşməni, bu başqa şəxsi düşmənçilikdən danışır. Şəxsi düşmənçilikdən. Deyir, sənə pisliyə eləyir, elə davran, elə bil ən əziz dostunla necə mehribansan. Sən belə cavab ver ona. Bunlara qulaq asın, xahiş edirəm bu ayələrə. Deyir, buna belə cavab ver. Yəni, səbr elə də, görün, səbrin harasından danışır. Sənə pisliyə eləyir, sən ona elə nə vaziş elə, elə bil ən əziz dostundur. Ondan sonra yenə deyir, وَمَا يُلَقَّاهَا إِلَّا الَّذِينَ سَبَرُوا deyir, bunu ancaq səbr edənlər başa düşər ki, bunda nə qədər faydalar var
Və mə yuləqqaha illə zu hazzin azim. Deyir ki, bunu ancaq səbrin ləzzətini dadanlar bilər. Zuhəzzin əzim yaduza düşdüyü Qarun üçün demişdilər. Cəmaat dedi ki, Qarun necə həzz alır bu var dövlətdən? Allah səbrə gətirir. Deyir, səbrin həzzini bilən rahat dözür ona pislik eləyənlərə, yaxşılıqla cavab verir. Deməli, səbrin mükafatı nədir? Anlamaq. Səbr eləyən adam dərindən anlayır və başlayır zövq almağa. Anlamaq çox ləzzətlidir. Allah mərifət çeşmələrini qaynadır, onun ürəyindən çıxardır. İndi bizdə Qarunun xəzinəsi yoxdur. Yoxdur da burada oturanlarda. Qarunun xəzinəsi bizdə yoxdur. Sonra da bilirsiniz də nə oldu? Ayağını qoyanda məhv oldu, getdi hamısı. Qürurla ki, daxil olurdu, gördü, yandı, külə döndü. Ondan da danışır Allah Quranda. Ki bu idi, bax, qibtə elədiyiz adam bu idi. Bir küləklə getdi hər şey. Bizdə yoxdur da o xəzinə. Yoxdur. Bəs biz niyə ləzzətlə yaşayamırıq? Çünki onun olmamağına səbr eləmirik. Gözəl səbrlə qarşılasaq, o demək deyil, kasıb yaşayaq, xeyr, yenə də deyirəm, zəngin yaşayaq, Allah qismət eləsin. Amma nəticə bəzən olmur. Səbr eləyəndə Allah deyir, o həzz almır, həzz almır, o ləzzət almır. Onun ləzzəti nədən ibarətdir? Kesici şeylərdir. Amma səbrin ləzzəti, orucda necə ləzzət alırsan, keyf eləyirsən. Dünyanın çətinliyini səbirlə qarşılayanda, orucun ləzzətindən 100 dəfə artıq ləzzət alırsan. Həyatdan, yaşamaqdan zövq alırsan. Səbrimiz yoxdur. Səbr eləyək, mükafatını görək. Günahdan çəkinək, səbr eləyək, mükafatını görək, ləzzətini görək. Təcrübədən keçirdək. 30 gün oruç tuturuq. Sözümü bitirdim, sözüm tamamlandı. 30 gün oruç tuturuq. Nələr anlayırıq, nə qədər ləzzət alırıq. Niyə görə? Səbrin ləzzətidir, səbrin mükafatıdır. Fitr bayramında qəribə bir sevinç və ləzzət olur insanlarda. 30 gün səbrin mükafatıdır. Məhərrəmdə, inandırım sizi, aldığımız ləzzət orucdan da çox olur. 2 dəfə ildə mən, şəxsən özüm, siz də 2 dəfə ildə adam ləzzət halında olur, fövqəladə. Və fövqəladə mərifət adam əldə edir, eşidir, eşitdiyini qavrayır, bəzən içindən nələrisə başa düşür. Orucda 30 gün orucdan sonra yavaş-yavaş bu ləzzət gəlir, mərifət gəlir. Məhərrəm ayında da bu ləzzətdən artığı gəlir, daha artıq başa düşürsən, amma heç nə eləmədən. Orada oruç tutdun, burada yox. Çünki bunun əziyyət hissəsini yenə deyirəm, Hüseyin boynuna götürüb, sən də öz başına yox, İmam Hüseynin başına gələn müsibətə səbr eləyənlərdən yazırlar səni. Birdən ruhun böyüyür. Sən bu səbri heç yerdə eləyə bilməzdin. Sən İmam Hüseynin qəminə səbr eləyənlərin mükafatına çatırsan, ona görə qəlbin genişlənir və zikr-i müsibət rozə hissəsində başlayır ruhun vəcdə gəlməyə, keyf eləməyə. Bu səbrin mükafatıdır. Bu müsibətə səbr eləməyin mükafatıdır. Dünən mənə nə dəxli? O vaxtı kim İmam Hüseyin, amma yox, sən gəlmirsən məclisinə və yanıraq ürəyin. Ürəyin yanır və səbr eləyirsən. Allah səbr eləyənlərə verilən mükafatı verir. Məhərrəm ləzzəti səbrin ləzzətidir. Səbrin ləzzətidir, səbrin. Səbrin ləzzətini alır insan. Xanım Zeynəb alimətun bi qeyri müəllimə necə danışdı Küfədə? İmam Səccad gəldi, heyrətlə, məsum imam, dedi, sən oxumamış alimsən. Nəyin elm idi bu? Nəyin başa düşmüş? Səbrin. Zeynəbin səbri ona elm verdi, mərifət verdi. Zeynəb onsuz da mərifət sahibi idi, amma Kərbəladan sonra ruhda bilirsiniz nələr baş verdi. Səbr anlattı Zeynəbə həqiqətləri. Zeynəb başqa cür bir mərifət dəryasına, vadisinə daxil oldu. Və eyni zamanda ləzzət içindəydi. Zeynəbin müsibətlərə dözməsi nəticəsi bu idi ki, ma rəeytu illa cəmila, gözəllikdən başqa heç nə görmədim. Zeynəbin səbrinə görə idi ki,
Həm ürəyi dağlanırdı, həm ləzzət alırdı, zövq alırdı. Nə keyf çəkirdilər, mənəvi ləzzət, həzz alırdılar Kərbəladan. Hüseynin ləzzəti nə idi? İlahi, ridan bi qəzaik deyir, üzündə gülüş, sevinc əlaməti vardı İmam Hüseynin. O qədər qurbandan sonra Hüseyin gedib mərifətin harasına çatmışdı. İmam Sadiq Aleyhisselam deyir ki, hər cümə axşamı bizim mərifətimiz təzələnir. Baxırıq, deyirik ki, biz Allah haqqında heç nə bilmirdik. Bunu imam deyir, 6-cı imam. İndi İmam Hüseyin o bəlaların içindəki səbrlə qarşıladı. Bəh-bəh nə gözəl səslənir oxlar havada. Heç nəğmə-i Davud olanməz bu sədada. Bir zərrə əziyyət eləmir yaralı sinəm, heç bilməyirəm harda qalıb nazlı səkinəm. Bu şeirlə yazıb da bunu. Bunu ki, səbrlə qarşıladı, elə bir həzzə daxil oldu ki, deyir, üzündən sevinc yayılırdı Kərbəlaya. Düşmən bunu deyir. Düşmən bunu deyir. Seyyid Əzim Şirvaninin yazdığıdır bu. Bizim bütün böyüklərimiz bu qapıda olublardı hamısı. Seyyid Əzim Şirvani yazıb. Şadam ki ilahi tökülə qanı Hüseynin. Öz dilindən, İmam Hüseynin dilindən yazıb. Şadam ki ilahi tökülə qanı Hüseynin. Ta razı ola eşqidə cananı Hüseynin. Şadam ki Əli Əkbər olub qanına qəltan. Məcruh eləyib hulq-i Əli əsğəri peykan. Qasım gününü yas elədi leşkər üdvan. Şadam ki pozuldu sər səhmanı Hüseynin. Nə gözəl yazıb İmam Hüseynin dilindən. Gerçi tutulub iki gözüm qan ilə şadam. Cismim ki dolub navə ki peykan ilə şadam. Qalsam neçə gün peykər üryan ilə şadam. Qurban sənə olsun tən üryanı Hüseynin. Şadam ki ilahi tökülə qanı Hüseynin. Ta razı ola eşqidə cananı Hüseynin. Əhd etmiş idim rahi məhəbbətdə. Ən gözəl beytlərindəndir. Əhd etmiş idim rahi məhəbbətdə verəm sər baş. Əhd etmiş idim rahi məhəbbətdə verəm sər. Ətşan başımı zibh eləyə şimri sitəmgər. Bu teşnə Hüseynin başı, bu şimri, bu xəncər. Bu teşnə Hüseynin başı, bu şimri, bu xəncər. İndi nədir ya Rəbb dəxi fərmanı Hüseynin? De görün başqa nə istəyirsən ilahi? İndi nədir ya Rəbb dəxi fərmanı Hüseynin? Ondan sonra Allah rəhmət eləsin yazır. Fazil gətirib rəsmi əzanı bu diyarə. Seyyid Əzim yazır. Fazil gətirib rəsmi əzanı bu diyarə. Çünki bu müsibətdə dəyib qəlbinə yarə. Məhşərdə Xudaya kərəm et seyyid zarə. Sidq ilə olub çünki əzaxanı Hüseynin. Deyim, mənə də bax qiyamətdə. Çünki sidq ilə mən Hüseynə əzaxan olmuşam. Bizim bir adətimiz var. İlk günlərində Əbəlfəz ağaya təvəssül eləyirik. Başqa yerlərdə bilmirəm, var ya yoxdur. Bizdə var. Bir axırda, bir əvvəlində Əbəlfəz ağaya təvəssül eləyirik. Kana ammunəl Abbas nafizəl bəsirə. Buyurur, əmmimiz Əbəlfəz bəsirət sahibi idi. Əbdüs salih idi. Onun qapısına gedək. Hacəti olanlar var, hacətlərimizi nəzərimizə gətirək. Ya Babəl Həvaic, xahiş edirəm, nəzər elə. Nə qədər insanlar var, ürəyi yanır, məscidlərə gələ bilmir. Allah'ın da olsun, görürəm necə ürəkləri yanır. Çox istəyirlər, bu xalq İmam Hüseyni çox istəyir. İndi şərait yoxdur, gələ bilmir, evlərindən izləyirlər, gözlərindən yaş axa-axa. O kəsə təvəssül eləmək istəyirəm ki, doğum xəbərini eşidəndə Əli qaça-qaça gəldi. 2 dəfə qaça-qaça, 2 nəfər qaçırda bilib o əzəmətdə Əlini, bir Fatimə şəhid olanda. Ayağı dolaşa-dolaşa qaça-qaça gəldi. Neçə dəfə yıxıldı, durdu. Bir də Əbəlfəz doğulan gün dedilər, oğlun doğulub, məsciddən qaça-qaça gəldi evə.
Ümmülbənin o həyalı anası gətirdi, dedi ki, ağa, bu da sənin övladın. Deyir, ağlaya-ağlaya qollarından öpdü birinci. Ana baxır, deyir, görür, ata uşağının doğum günü ağlayır. Deyir, ağa, olmayan mənim balamın nəsə bir nöqsanı var. Heç nə demir, baxır, deyir ki, bu qollar Hüseyn yolunda düşəcək, ona ağlayıram. Bu qollar kəsilib yerə düşəcək Hüseyn yolunda. Ariflə yaşamaq çox ləzzətlidir, bilirsiniz, mehriban adam olur Arif. Bir adam əbd-i salihdirsə, qızlar onunla bir yerdə yaşayıblar, Əbəlfəzlə bir evdə. Onu çox istəyirdi, balaca uşaqlar hamısı çox istəyirdi. Uşaqların ona sevgisi onu öldürürdü, səbr eləyənmirdi. Deyirdi, ay Allah, mən necə vidalaşacağım bunlarla? Bunlar nə hala düşəcək, mən bunlarla sağollaşıb gedəndə. Ona görə sağollaşmadı, xeyməyə girdi, dedi ki, mən gedim su gətirim, gəlirəm. İntizarda qoydu hamını. Yeganə adam idi ki, onu gözləyirdilər, gələcək. Hamı gedəndə yox, bilirlər gələcək, gözləyirdilər. Gözləyirlər, Hüseyin birdən qardaş səsi eşitdi. Qardaş qardaşı ilə qardaş deyər, amma bu deməyib axı. 34 il Hüseyin həsrət çəkib ki, bir dəfə qardaş desin. Bu deyib Mövla, ağa, özündə cürət görməyib desin, qardaş. Bu dəfə dedi. Hüseyin bildi nədir? Hüseyin təbii ki bildi. Amma deyir Zeynəbə dedi ki, bacı bu kimin səsidir? Dedi, sənə qurban olum, Əbəlfəzin səsidir. Bir dəfə qoydu əlini belinə Kərbəlada. Əlini apardı, qoydu belinin üstünə, dedi, əl-an inkəsərə zəhri. İndi belim sındı. İndi məlumdur ki, belim sındı. Nə halda gəldi başının üstünə? Bunu da Bəkixanovdan oxuyuram sizə, Qudsi. Hər dəm gəlir fəqanə dili zarım ağlaram. Bu da İmam Hüseynin dilindəndir. Hər dəm gəlir fəqanə dili zarım ağlaram. Soldu xəzan-ı zülm ilə gülzarım ağlaram. Hər məclisi əzadə məni zar-ı binəva. Ta var dilimdə qüvvət-i quftarım ağlaram. Bəzmi vüsalidə məni saldı fərağət şərx. Qaldı qiyam-ı məhşərə didarım ağlaram. Əhli vətən tapılmadı ki, dəfnim eyləsin. Qaldı fəratın üstə ələmdarım ağlaram. Qaldı fəratın üstə ələmdarım ağlaram. Gəldi Əbəlfəzin başının üstünə. Gözləri ilə yalvarırdı İmam Hüseynə. Heç bilmirəm, mən görməmişəm tarixdə bu sözü desin. Deməyini yazmayıblar heç yerdə. Amma nəql eləyiblər. Gözləri ilə yalvarırdı. And verirəm anon Zəhraya, məni xeymələrə aparma. Bir istəyim var, məni xeymələrə aparma, çünki uşaqlara su söz vermişəm. Ona görə Rüqəyyə deyir, onun üstündə ağlayanda dedi, əmi, valla day su istəmirəm. Əla lənətullah aləl qavmiz zalimin. La havlə və la quvvətə illa billah. Əl-aliyyil azim.